neçə gündür gündəmi zəbt edən reklamla əlaqəli o barədə heç nə paylaşım etməyəcəm. Çünki mən yerimi bilən bir qadınam. Harda nəyə necə danışmağı bilən bir qadınam. Sakit durmağı seçirəm, amma bir şey məni o qədər incitdi. Dedim, yox, bunu bir deyim. Məni anlayanlar üçün bir imkan. Məni anlayanlar üçün, insan olanlar üçün. Reklam olub, indi necə çəkiblər, necə uyğun görüblər. Məni incidən rejissor indi bir reklam çəkib də işidir. Qadınların onun yoldaşına təhqirlər etməsi, onun 12 yaşlı balasına iyrənc sözlər deməsi. Ölün, yerə girin. Qadınları qoruyursunuz. Qadın qoruyursunuz da, değil mi? Yəni niyə reklam elə çəkib? Tamam. İğrəndiyin bir şey var ki və bu ən çox bizim ölkədə olur. Ona görə biz həmişə boşuna demirəm, çürüməyə doğru gedirik. Nə təəssüf ki, siz qadınları qorumaq üçün mübarizə aparırsınız, protesto edirsiniz o reklamı, amma ölü bir yerə girmirsiniz ki, beyefəndinin yoldaşına təzyiq göstərirsiniz. Onun nə günahı var? Sosial medyada bütün blogerlər, bütün influencerlar, bütün yəni takipçisi çox olanlar bir-birlərini görür, tanıyır. Adlarımızı birimizin bilməsək də, amma tanıyırıq bir-birimizi. Heç kim deyəməz ki, mən bunu görməmişəm. O yalan olar. Xanım həmişə çıxır qarşıma, görürəm videolarını. Siz utanmırsınız. Bir ana olaraq deyirəm, bir qadın olaraq deyirəm. Qadın olmağımla qürur duyan bir qadın olaraq deyirəm. Müəllimi olaraq deyirəm. Utanmırsınız siz, hə? 12 yaşlı uşağa, qız uşağına ölün, yerə girin. Qadını qoruyursunuz. Amma yenə də qız uşağına iyrənc sözlər yazırsınız. Bir anaya, bir ataya yazırsınız. Deyək ki, onlar sizin düşməninizdir. Ki rejissor öz işini görüb, ona fikrinizi bildirin də. Onun yoldaşı ilə nə işiniz var? Neynəsin? Getsin ərindən boşansın da. Boşananlara başqa ad verirsiniz, boşanmayanlara başqa ad verirsiniz. Ürəyimdən elə qəşəng sözlər keçir. O diri sadəcə tərbiyə müsaade etmir. Heç biriniz başqasını yargılayacaq qədər əxlaqlı deyilsiniz. Hamımızı araşdıraq. Hər birimizdə səhvlər, günahlar, hətta çoxunuzda əxlaqsızlıq və iyrənclik çıxacaqdır. Bloger xanım var, atışırlar da, rejissorla bloger xanım atışırlar bir-birləri ilə, özləri bilərlər. Heç görün uşağına bir şey deyir. Heç görün yoldaşına bir şey deyir. Kişi ilə öz konflikti var, özləri bilərlər. Amma siz ikiyüzlü və yaltaq insanlar. Bir yoldaşa, həyat yoldaşına heç kimdən işi yoxdur. Qadının iş reklamla əlaqəsi yoxdur. İyrənc sözlər yazacaq qədər iyrənc və insanlıqdan nəsibini almayan yaratıqlarsınız. Ayıb olsun sizə. Çox ayıb olsun.